Heç düşündünüzmü ki, adi, bəlkə də kiçik bir anlaşılmazlıq necə böyük bir fəlakətə səbəb ola bilər? Elə bir fəlakət ki, qardaşı qardaşa düşmən edir. Bütöv bir milləti vətəndaş müharibəsinin astanasına gətirir. Bugün biz məhz belə bir hekayəyə başvuracağıq. Bir hərəkətin necə az qala hər şeyi məhv etdiyini və yalnız bir cavabın taleyi necə dəyişdiyini görəcəyik. Bu əslində sülhün anatomiyasıdır. Hekayəmizə keçməzdən əvvəl gəlin bir saniyəlik dayanaq. Heç olubmu ki, dediyiniz bir söz və ya etdiyiniz bir hərəkət tamamilə, yəni 180 dərəcə fərqli anlaşılsın? O gərginliyi, o çarəsizlik hissini xatırlayırsınız? Çox güman ki, xatırlayırsınız. Bax, bu qədim hekayənin sizə nə qədər tanış gələcəyinə və bugünkü həyatımızla necə səsləşdiyinə təəccüblənəcəksiniz. Yaxşı, deməli, hekayəmiz bizi qədim İsrailə aparır. Elə bir dövrə ki, eyni kökdən gələn bir xalq sanki iki fərqli yola ayrılmışdı. Amma onları ayıran şey heç də təxmin etdiyiniz kimi bir döyüş meydanı və ya fərqli inanclar değildi. Problem əslində daha sadə idi və eyni zamanda daha mürəkkəb. Bəli, onları ayıran sadəcə bir çaydı. İordan çayı. Fiziki bir maniyə. Amma bilirsiniz, bəzən coğrafi sərhədlər zamanla psixoloji, hətta ruhani uçurumlara çevrilir. Və bu hekayədə də məhz belə oldu. Ən böyük münaqişələr bəzən ən kiçik məsafələrdən başlayır. Və bax, elə bu məqamda hər şeyi alışdıran o qıvılcım parlayır. Çayın şərq sahilindəki qəbilələr kənardan baxanda möhtəşəm görünən nəhəng bir qurbangahı ucaldırlar. Onu hamı görürdü, amma heç kim onun əsl məqsədini, əsl mənasını anlamırdı. Görünən hərəkətlə gizli niyyət arasındakı o boşluq var bax, bütün fəlakətlər də elə oradan başlayır. Deməli, ortada bir dənə qurbangah var. Eyni hərəkət, eyni obyekt. Amma iki tərəf buna tamamilə fərqli, hətta deyərdim ki, bir-birinə 180 dərəcə zid olan mənalar verir. Və bu, böyük bir qarşıdurmanın təməlini qoyur. Baxın, bu hissə hekayənin ən kritik nöqtəsidir məncə. Qərbdəki qardaşlar üçün bu qurbangah açıq-aydın bir üsyan simvolu idi. Allahdan üz döndərmək, parçalanmaq deməkdir. Amma şərqdəki qəbilələrin ürəyində tamamilə başqa bir şey var idi. Qorxu, unudulmaq, öz millətindən və Allahından ayrı düşmək qorxusu. Onlar üçün bu şahidlik idi. Bir növ bizi unutmayın fəryadı bir birlik abidəsi idi. Və bu sadəcə bir mübahisə değildi. Əsla. İş o yerə çatmışdı ki, qardaş qardaşa qarşı silah qaldırmağa hazırlaşırdı. Dəhşətlidir, elə deyilmi? Bütöv bir vətəndaş müharibəsi astanasındaydılar. Vəziyyət bundan daha gərgin ola bilməzdi. Yaxşı, bəs bu fəlakətin bir addımından necə döndülər? Sir nədə idi? Silahda yox, sözdə. Bəli, hər şey ittiham olunanların verəcəyi o tək bir cavabdan asılı idi. Hər şey onların reaksiyasından asılı idi. Təsəmmür edin, qarşı tərəf danışmağa, anlaşmağa gəlmir. Onlar artıq beyinlərində hökmü veriblər. Bu, tələsik nəticə çıxarmağın, gümanla hərəkət etməyin nə qədər təhlükəli olduğunun canlı sübutudur. Və bax, məhz bu gərgin anda şərq qəbilələri inanılmaz bir müdriklik nümayiş etdirirlər. Onlar odun üstünə benzin tökmürlər. Əksinə, bu qədim müdrikliyi rəhbər tuturlar. Onlar fərqli, daha çətin, amma daha doğru bir yol seçirlər. Onların cavabına bir baxın. Həqiqətən də dərs kimidir. Təhqirə təhqirlə yox, əvvəlcə səbirlə qulaq asırlar. Qəzəblənmirlər. Deyirlər ki, bizim ürəyimizi bilən Allahdır. O şahiddir. Və ancaq bundan sonra sakitcə, təmkinlə əsl niyyətlərini izah edirlər. Bu necə də böyük bir təmkin tələb edir, elə deyilmi? Bax, bu hekayənin dönüş nöqtəsidir. Bir anda hər şey dəyişir. Sən demə, bu qurbangah heç də üsyan rəmzi deyilmiş. Əksinə, bir qorxunun, bir fəryadın ifadəsiymiş. Sanki deyirdilər ki, biz o çayın o tayında qalıb unudulmaqdan, sizdən və ortaq inancımızdan qopmaqdan qorxuruq. Bu ayrılıq deyil, birliyə tutulma cəhdimizdir. Bu heyrətamiz hadisə sadəcə bir müharibəni dayandırmaqdır. Yox, o bizə, hamımız üçün, bugün üçün sülhə gedən yolun sanki bir xəritəsini verdi. Gəlin bu xəritənin addımlarına, bu sülh planına birlikdə baxaq. Deməli, birinci və ən vacibi əsəbləşmə. İkinci, dərhal kimisə günahkar çıxarmağa tələsmə.
Üçüncü, hərəkətə keçməzdən əvvəl bir araşdır, gör məsələ nə yerdədir. Dördüncü, birlik üçün bəzən güzəştə getmək lazımdır. Beşinci, səni ittiham edəndə qışqırıb bağırmaq yerinə sakitcə həlim cavab ver. Və nəhayət altıncı, barışıq əldə olunanda buna uşaq kimi sevinin. Və bilirsiniz, bunlar sadəcə mumya gibi kitablarda qalmış tozlu ideyalar deyil. Bunlar bugün bizim evimizdəki, iş yerimizdəki, dostlarımız arasındaki anlaşılmazlıklar üçün real, praktik bir bələdçidir. Bu, zamanın sınağından çıxmış bir müdrikliyidir. Yaxşı, bəs bütün bu müdrikliyin, bu sülh prinsiplərini tətbiq etməyin nəticəsi nə oldu? Dərhal və çox müsbət. İttiham edənlərin reaksiyası da ayrıca bir dərsdir. Səhv etdiklərini anlayanda egolarını itirmirlər, pərt olmurlar, əksinə rahatlayırlar, sevinirlər. Çünki onlar üçün haqlı çıxmaq yox, sülhü qorumaq və qardaşlarının günahsız olduğunu bilmək daha vacib idi. Və bu hekayə bizə əsl birliyin nə olduğunu göstərir. Əsl birlik eyni torpaqda yaşamaq və ya eyni nəsildən gəlmək deyil. Əsl birlik ortaq dəyərlərə sahib olmaq və ən əsası bir-birini anlamaq üçün səmimi cəhd göstərməkdir. Beləliklə, sonda nə oldu? Onlar güman etmə yerinə anlamağı seçdilər. Və bu seçim nəinki bir müharibəni qarşısına aldı. Yox, onların bir millət olaraq bağlarını daha da gücləndirdi. Onlar bu münaqişədən daha da zəifləyərək yox, daha da güclənərək çıxdılar. Beləliklə, bütün bu hekayədən sonra gəlin özümüzə bir sual verək. Biz öz həyatımızda, öz ətrafımızda, iş yerimizdə bu dinləmə mədəniyyətini necə yarada bilərik? Yəni, dərhal hökm vermək yerinə bir anlıq dayanıb anlamağa çalışmaq üçün nə edə bilərik? Düşünürəm ki, bu sualın cavabı hər birimizin içindədir.